Salam, bu günləri sizinlə fərqli və çox dadlı bir rulet resepti paylaşacağım. Bu resept özümə aiddir. Evdə dəfələrlə hazırlamışam. Hər kəs çox bəyənib. Bunu sizinlə də bölüşmək istəyirəm. Bunun üçün bizə lazım olacaq 5 ədəd yumurta, üzərinə 1 stəkan şəkər tozu əlavə edib 4-5 dəqiqə çalırıq. Yaxşı çalmaq lazımdır ki, yumurta və şəkər köpüklənib ağarsın. Daha sonra üzərinə armud stəkanın yarısı duru yağ əlavə edirik. Biraz qarışdırsanız bəs edəcək. Çox çalmaya ehtiyac yoxdur. 1 stəkan un, 1 paçka kabartma tozu, 2 xörək qaşığı kakao əlavə edib qarışdırırıq. Bunu çırpma teli ilə qarışdırın. Mikserlə qarışdırmaya ehtiyac yoxdur. Elə qarışdırın ki, un içində topaları qalmasın. Baxın, belə bir qatlıqda olmalıdır. Soba listinə yağlı kağız sərib, hazırladığım kütləyə əlavə edib, hər tərəfini eyni qaydada yayıram. Sobanı da əvvəlcədən 180 dərəcədə isitmişəm. 7-8 dəqiqəyə bişir. Sobadan çıxaran kimi isti-isti dəsmalla büküb, gözləyirik soyusun. İndi keçirəm kremini hazırlamağa. 300 ml qaymağı qaba əlavə edib mikserlə qatlaşana qədər çalıram. Qaymaq soyuq olmalıdır. Üzərinə 2-3 xörək qaşığı ləbnə pendiri əlavə edəcəm. Yəni ləbnə pendiri mütləq deyil, evdə varsa siz də əlavə edə bilərsiniz. Dadını daha da ləzzətli edir. 3 xörək qaşığı da şəkər pudrası əlavə edib çalıram. Kremim artıq hazırdır. Qoyuram bir kənara. Daha sonra bir banka qatlaşdırılmış bişmiş malako. Üzərinə 1 armud stəkanı yer fıstığı əlavə edirəm. Qovrulmuş və duzlu olmalıdır. İndi ruletimi hazırlayacağım. Əvvəlcə bu qarışımı ruletin hər tərəfinə eyni qaydada yayıram. Əslində karameldən hazırlanır. Bizdə karamel uşaqlar sevmədiyi üçün mən belə hazırlamışam. Daha sonra üzərinə də hazırladığım kremi vuracağım. Əgər karamellə hazırlarsanız qat-qat dadlı olacaq. Karamelin resepti də mənim səhifəmdə var. Artıq ehtiyatla yavaş-yavaş ruletimizi hazırlayırıq. Kənarlarını biraz düzəltmişəm. Mən şokolad əritdim üzəri üçün 150 qram şokolad, 50 ml qaymaq əlavə edib əridib üzərinə glazur hazırlamışam. Mən fındıqlı şokoladdan istifadə etdim. Ona görə üzəri belə fındıqlı qırıntıları görünür. Şokolad əlavə etdikdən sonra 1 saat soyuducuda saxladım. Artıq ruletim hazırdır. Möhtəşəm bir dadı var. Sizlər də mütləq hazırlayın. Videomu da bəyənib yorum yazmağı unutmayın. Səhifəmə dəstək olduğunuz üçün də hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Hələlik bugünlük də bu qədər.